Sürü ağac. Bizim torpağımız çox şorandır. İldə bir-iki dəfə yağış yağanda balaca kollar azca yaşıllaşıb, 3-4 gün sonra da saralıb solar. Ona görə biz ağac nədir bilməzdik. Bir gün özünü bu torpaqların ərbabı bilən birisi haradansa çox böyük bir ağacı gətirtdirib bizim kəndin ortasına əkdirdi. Özü də bərk-bərk hamıya belə tapşırdı: heç kim bu ağaca dəyməsin. Tullantı sularınızı ağacın dibinə tökə bilərsiniz. Ona istədiyinizcə uzaqdan baxa bilərsiniz. Amma sakın kölgəsinə yaxın düşməyin. Kölgəsində oturanı cin vurar. Yalnız nəzirləri olanlar nəzirlərini bir tikə bezlə ağacın butalarının ucuna düyünləyə bilərlər. Hamı gündəlik iş gücünü buraxıb, günün qızmar anlarında bu ağaca baxmaqla gönlünü xoş edirdi. Amma getdikcə həm ağacın yarpaqları saralıb solurdu, həm də ağaca baxmaq birəntiliyə dönmüşdü. Bir gün kənd yuxudan durub gözlərini ovduqdan sonra ağacın qurumağa başlamış budaqlarından düyünlənmiş rəngli-rəngli bez tikələri gördü. Bunlar nədir? Vay dədə, nə gözəl olur. Hələ sizin xəbəriniz yoxdur. Bilirsiniz bu nəzir sahiblərinin nəzri necə qəbul olub? Bu sözü deyən başqa uzaq bir kənddən gəlmişdi. Kimsə onu tanımırdı. Çünki onu ərbab yollamışdı. Ondan sonra başqa kəndlərdə sayrısı sağalan, dilə açılan, kör gözü açılan, şilə açılanların xəbərləri gəlməyə başladı. Sonra da uzaq-uzaq kəndlərdə bu ağaca nəzir düyünləməyə gələnlərin sayı çoxaldı. Hər nəzir də qəbul olmurdu, ha? Yalnız iri kağız pul nəziri qəbul olurdu. Ağaca düyünlənən rəngli bezlər hər gün rəng dəyişirdi. Amma ağac getdikcə qupquru quruyurdu. Bala-bala ağacın içinə cüvə düşdü. Ağacın içindəki cüvələr ağacın içini yeyib qurtardılar. Artıq yeyəcəyə qalan ancaq rəngli bezlər, bir də içindəki kağız pulları idi. Cüvəyə nə fərq edər bu pullar hara gedir? Ancaq ərbab buna dözə bilməzdi. Bir-iki dəfə ağacı başdan başa davalatdırdı. Amma yamaq tumandan bahaya baxırdı. Ona görə bütün xeyrindən vaz keçdi. Bir gün yenə kənd yuxudan durub gözlərini ovduqda yeri göyü bir-birinə qatan bir qasırğa kəndin qapı bacasını hirs ilə döyürdü. Kənd evlərdən eşiyə çıxanda gözümüzün önündə içdən çürümüş
ağacın tikələrini qasırğa qabağına qatıb şoranlıq çöldə burdan ora qovmaqdaydı. Şoranlıqda yaşamağa alışmış bizlər yenə başqa bir gətirtmə ağacın yolunu dərin miskillə dörd gözlü gözləyirdi.